bu videonu izləyirsənsə mütləq ki, həyatında dəyişiklik keçirən insanlar var. Sən hiss eləmirsən, amma böyük bir transformasiya yaşayırsan. Gəl görək hansı dəyişiklik gəlir həyatıma, hansı transformasiya yaşayırsan. Gəl buna baxaq. Hazırda həyatında hansı dəyişikliklər gedir? Bəlkə də hiss eləyirsən, bəlkə də fərqindəsən, bəziləriniz fərqində də deyilsiniz. Çoxdan da yatmışdın və oyanırsan. Oyanış nə ilə əlaqədardır? Gəl buna baxaq. Hansı dəyişikliklər gəlir həyatıma? Bu sırf münasibətlə əlaqədardır, ilişki ilə əlaqədardır. Həyatında, münasibətlərdə uzun zaman idi, problemlər, sıxıntılar yaşayırdınsa, həyatına istədiyin biri çıxmırdısa, münasibətlərdə blokajlar, sıxıntılar yaşayırdınsa, artıq onlar bitir gedir. İkili birli vaxtlarda 21 gün, ən minimum 21 gün, maksimum 2 ay içində bu blokaj bitir gedir səndən və yüksəliş başlayır. Münasibətin varsa, münasibətində daha yaxşı, daha xoş dəyişimlər başlayır. Əgər ayrılıq varsa, belə deyim də, və yaxud da münasibətində sıxıntılı bir dönəm varsa, o bitir, daha yaxşı dönəm. Münasibətin yoxdursa, burada tam da xəyalındakı bir insan, xəyalında qurduğun bir münasibət varsa, ilişki varsa, bunu izləyən qadındırsa, həyatında, belə deyim də, xəyalında münasibət qurmaq istədiyin biri varsa, iminlə bax o xəyalındakı o insan gəlir, artıq qırıq-qırıq, dəyərsizlik gördüyün münasibətlərdən çıxırsan və tam da istədiyin, xəyalındakı olan biri oturub deyir, nə vaxt olacaq o insan ki, mənim münasibətimdə, mənim istədiyim kimi bir olsun, bax o gəlir həyatıma, tez bir vaxtda bu bloklardan açılırsan. Həyatında varsa münasibətində hazırda durğunluq bir dönəmindədirsə, o durğunluq dönəmi açılır, münasibətin daha istədiyin bir etapa yüksəlir. İstədiyin daha yaxınçılıq olsun, nə bilim, sənə daha çox diqqət göstərəcəyi, daha çox sənə dəyər verəcəyi bir etap var. Yox, bunu izləyən kişidirsə, o kişinin də həyatında uğur, şans yolunda, iş yolunda olan manelər aradan qalxır, bunu izləyən kişidirsə. Yəni, eril enerjinin daha yüksəldiyi bir etapdasan, bunu izləyənlər kişilərdirsə, qadınlar üçün dedim. Və xəyalında qurduğun bir həyat varsa, o olacaq. Amma seçim qarşısında qalacaqsan, bu seçimdən uğurlu olanını seçəcəksən və uğurlu olan seçim sənin üçün daha böyük bir uğur gəlir. Belə deyim də, burada evlilik arzusunda olan kişilər varsa və yaxud da ki, xəyalındakı həmin insanı tapmaq istəyən, onların da bəxtləri açılır. Çünki çox gözəl bir dönəm gəlir ailə qurmaqla əlaqədar. Burada xanımlar da varsa, xanımlarla əlaqədar da baxın. Yəni, xəyalında o qurduğun bir münasibət gəlir, seçim eləyirsən. Tam öyrəşdiyin bir həyat və ya yeni bir həyat və o yeni quracağın bir həyat sənin üçün uğur, şans gətirəcək. Bu uzun bir açılım olmayacaq, çox pozitiv bir açılımdır. Bunu aldım, qəbul elədim, yaz. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.